Deməli, fənnimiz idarəetmə uçotu. Bugünkü mövzumuz idarəetmə uçotunun təşkili əsaslarıdır. Deməli, birinci müəssisədə idarəetmə uçotunun təşkilinin ümumi əsaslarından söhbət açılacaq. Yəni, müəssisələrin təşkilatı, istehsal və idarəetmə strukturları, müxtəlif xarici və daxili mühitin təsiri nəticəsində fərqli şəkildə formalaşdığı üçün idarəetmə uçotunun təşkili də öz formasına, quruluşuna görə bütün müəssisələr üçün eyni ola bilməz. İdarəetmə uçotunun təşkili hər şeydən əvvəl müəssisənin qarşıya qoyduğu strateji, taktiki və operativ məqsədlərə çatmaq baxımından reallaşır. İdarəetmə uçotu ümumilikdə idarəetmə üçün informasiya formalaşdığına görə onun təşkil edilməsi idarəetmənin tələblərinə və prinsiplərinə cavab verməlidir. İdarəetmə uçotu ümumi mühasibat uçotunun bir hissəsidir və onun təşkili, aparılması da mühasibat uçotunun ümumi prinsiplərinə əsaslanmalıdır. İdarəetmə uçotu rəhbərliyə, menecerlərə planlaşdırma, nəzarət, qərarların qəbul olunmasında köməklik göstərmək üçün faydalı informasiyanı formalaşdırdığına görə həmin funksiyaların tələblərinə uyğun şəkildə təşkil edilməli və özü də müəyyən funksiyaları yerinə yetirməlidir. İdarəetmə uçotunun formalaşdırıldığı informasiyanın köməyi ilə nələr əldə edilir? Birinci, müəssisə bölmələri arasında əlaqə yaranır. Hər bölmənin rəhbərliyi qarşısında hüquq və vəzifələri müəyyənləşdirilir. Ümumi məqsəddən ayrı olmasında ayrı-ayrı fəaliyyət növlərinin uzlaşdırılması da təmin edilir. İdarəetmə uçotunun informasiya sistemindən danışanda, burada müəssisənin təşkilati quruluşuna uyğun qurulmalıdır. Ştat cədvəlləri müəssisənin real ifadəsində özünü doğruldur. Müəssisənin tam təşkilati quruluşu hansı faktorlara aiddir? Deməli, istehsalın xarakterindən, onun sahəvi və xüsusiyyətlərindən, istehsal edilən məhsulların növündən, tətbiq edilən texnologiyadan, idarəetmənin formasından, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş olmasından, müəssisənin təsərrüfat və coğrafi segmentləşdirilməsi nisbətindən, idarəetmə işlərinin avtomatlaşdırılması, kadrların hazırlıq və peşəkarlıq səviyyəsindən asılıdır. Müəssisənin istehsal quruluşu, onun sexlərinin, xidmət sahələrinin tərkibini, onların gücünü, istehsalın idarə edilməsinin hər pilləsinin qurulması formasını qarşılıqlı əlaqəsini göstərir. İstehsal quruluşu, istehsalın tipi və miqrasiyalarından, texnoloji proseslərin mürəkkəbliyindən, sexlərin ixtisaslaşma dərəcəsi və növləri nəzərə alınmaqla formalaşır. İstehsal quruluşunun iki tipi məhsul üzrə və texnoloji olaraq ayrılmışdır. Məhsul üzrə istehsal quruluşu konkret məhsul növlərinin istehsal və satışına yönəldilmiş müstəqil istehsal bölmələrinin yaradılmasına nəzarət tutur. Texnoloji əməliyyatlar həmcins olmasına əsaslanan istehsal quruluşu eyni tipli avadanlıqlarda xüsusi texnoloji əməliyyatların yerinə yetirilməsinə istiqamətləndirilən istehsal bölmələrinin yaradılmasını nəzərdə tutur. Daxili iqtisadi mexanizmlərə baxanda bunlar nələrlə tənzimlənir? Birinci, idarəetmə pillələri, istehsal bölmələri arasında qarşılıqlı əlaqə və münasibətlərin daxili mexanizmi vasitəsilə tənzimlənir. Bütövlükdə müəssisənin, eləcə də onun ayrı-ayrı bölmələrinin məqsədyönlü fəaliyyət göstərməsinə, inkişafına, əlverişli şərait yaratmaq, təsir etmək üçün istifadə edilən iqtisadi təsir vasitələri, fəaliyyətlərinin məcmusu da başa düşülür. Daxili iqtisadi mexanizmin elementlərinə baxanda planlaşdırma, büdcələşdirmə, qiymət qoyma, uçot, nəzarət, təhlil, stimullaşdırma da əsas yerlərdən birini tutur. İdarəetmə uçotunun təşkilinin əsasında nələr dayanır? Müəssisənin təşkilat quruluşu, müəssisənin istehsal quruluşu, daxili iqtisadi mexanizmlər burada dayanır. İdarəetmə uçotu funksiyalarını yerinə yetirmək üçün yaradılacaq qrup təşkilati baxımından müxtəlif statusda fəaliyyət göstərə bilər. Qrup ümumi mühasibatlıqdan ayrıca fəaliyyət göstərir və bu halda müəssisə və maliyyə idarəetmə uçotu sistemləri sərbəstdir və funksional xarakter daşıyır. Qrup ümumi mühasibatlığın tərkibində fəaliyyət göstərir və digər struktur bölmələrinin, məsələn, planlaşdırma şöbəsinin
maliyyə şöbəsinin nəzdində fəaliyyət göstərir. Müəssisənin mühasibatlığının funksional quruluşuna baxanda, burada birinci baş mühasib, daha sonra mühasibin müavini, hesabat qrupuna baxanda materiallar qrupu, istehsal kalkulyasiya qrupu, satış qrupu, hesablama qrupundan ibarətdir. Birgə maliyyə idarəetmə mühasibatının quruluşuna baxanda isə baş mühasib, baş mühasibin müavini, problem məsələlərin həlli üçün məlumatların hazırlanması üçün qrup, cari büdcələşdirmə və nəzarət qrupu, maliyyə uçotu qrupu, vergi uçotu qrupu, daxili audit qrupu. Daha sonra xərclərin uçotu bürosu, büdcələşdirmə və təhlil bürosu yer tutur. Sonra bürolar da bir neçə bürolar var müəssisədə. Quruluşu var, heyət hesablaşma bürosu, materiallar bürosu, təşkilatlarla hesablaşmalar bürosu, satış bürosu və digər bürolar. İdarəetmə uçotunun səmərəli və məqsədyönlü olması, nəzəri araşdırmalar, real praktikanın, xüsusilə də Qərb ölkələri şirkətinin təcrübəsi göstərir ki, vahid mühasibatlıq çərçivəsində maliyyə və idarəetmə uçotunun əlaqələndirilməsi daha məqsədə uyğun əlverişlidir. İdarəetmə uçotunun səmərəli məqsədyönlü təşkilində yuxarıda saydığımız faktorlarla yanaşı kadr təminatı, texniki təminat, maliyyə təminatı da mühüm əhəmiyyət kəsb edir. Belə olan halda informasiyanın itkisinin qarşısını almaq, qərarların qəbul edilməsi, onun relevantlığını artırmaq mümkündür. Xərclərin baş vermə yerləri nədən ibarətdir? Xərclərin baş vermə yeri dedikdə, müəssisələrin müəyyən xərc növü ilə əlaqəli ayrıca bölmələr başa düşülür. Müəssisə daxili sahibkarlığın yaxud biznesin idarə olunmasının informasiya bazası sayılır və yüksək keyfiyyətli normativ təsərrüfatlar da bura aiddir. Xərclərin baş vermə yerləri, ilkin baş vermə yeri xərc mərkəzləşdirir. Onların formalaşmasının birinci mərhələsidir. Aralı baş vermə yeri hazır məhsulun yaxud yarım fabrikatın bir hissəsini hazırlayan müəssisə bölmələri üçün xarakterlikdir. Son baş vermə yerində müəssisə texnoloji prosesin son mərhələsini əhatə edir. Xərclərin baş vermə yerləri mərkəzləri isə məqsədli təyinatından asılı olaraq qruplaşdırma zamanı aşağıdakı şərtlər əməl edilməlidir. Müəssisənin ərazi və daxili bölmələri üzrə xərclərin baş vermə yerləri dəqiq müəyyən olunmalıdır. Xərclərin baş vermə yerləri elə müəyyən olunmalıdır ki, həmin yerlərdə yerinə yetirilən işlər öz məzmununu və eyni tipli avadanlıqlardan istifadə edilmiş olsun. Xərclərin baş vermə yerləri elə seçilməlidir ki, həmin yerlərdə xərclərə cavabdeh olan məsuliyyət daşıyan şəxslərin müəyyən etmə mümkün olsun və hər bir baş vermə yerində xərclərin kalkulyasiya maddələri üzrə dəqiq diferensiallaşdırılması hesablanıla bilsin. Sonra burada fəaliyyətin, necə deyərlər, burada idarəetmə uçotu sistemində məsuliyyət mərkəzlərinə görə onların da növləri var. Ümumiyyətlə, məsuliyyət mərkəzləri hər bir mərkəzlərində hər bir məsuliyyət mərkəzinin müxtəlif maddi, əmək və maliyyə resurslardan istifadə olunur. Mərkəzi fəaliyyətin nəticəsi onun növündən asılıdır və o məsuliyyət mərkəzi səmərəli və effektivdir ki, o zaman olur ki, yəni minimum resursa qarşı qoyulmuş məqsədləri yerinə yetirmiş olsun. Və məsuliyyət mərkəzlərində verilmiş səlahiyyətlərin növlərinə baxanda, burada xərc mərkəzləri, investisiya mərkəzi, gəlir mərkəzlərinin də biz burada adını çəkə bilərik ki, xərc mərkəzi müəssisə daxilində yalnız xərclər üçün cavabdehlik daşıyır. İnvestisiya mərkəzi, investisiya qərarlarının həyata keçirilməsi səlahiyyətinə malikdir. Gəlir mərkəzində isə müəssisə daxilindəki bölmələrin rəhbəri satışdan gəlir və dəyişən xərclər, satış xərcləri üzrə məsuliyyətlərini əsasən daşıyır. Mənfəət mərkəzlərinə baxanda biz transfer qiymətlərindən başqa birinci sıraya mənfəət
mərkəzi haqqında deyim, daha sonra buna keçim. Mənfəət mərkəzi müəssisənin daxilində bölmənin rəhbəri həm xərclər, həm də fəaliyyətin maliyyə nəticələri üçün məsuliyyət daşıyırlar və onların rəhbərləri də bütövlükdə fəaliyyətin bütün istiqamətlərinə nəzarət etmək imkanına malik olur. Transfer qiymətlərinə baxanda xərclərin həcm baş vermə yerləri, məsuliyyət mərkəzləri üzrə uçotun aparılması, transfer qiymətlərinin qoyulması əsas şərtlərdən biridir. Transfer qiymətlərinin qoyuluşundan danışanda bazar qiymətləri əsasında formalaşır və məhsul mənfəəti əsas maliyyə dəyəri üstə gəlirsə milli mənfəət əsasında, müqavilə əsasında transfer qiymətinin necə deyərlər, bazar qiymətləri əsasında müəyyən edilməsinə aid burada bir misal qoymuşam. Misalın da açıqlamasını bu cür cədvəlin içində vermişəm. Sadəcə burada təhlil hissəsinə baxanda biz burada müxtəlif variantlarla yəni bu keyfiyyətdən aşağı və yaxud da nə qədər mənfəət edəcəyini bu misalın içərisində biz bunları açıq-aşkar yeni gələndə görürük. Yəni bir də məsələlərin açıqlanması vaxt məhdudiyyəti olduğuna görə mən onu açıqlamadım. Təhlil hissəsinə biz bunlardan danışanda sonra nədən danışa bilərik? İdarəetmə təhlili məqsədlərində bütün xərc mərkəzləri də iki növə ayrılır. İstehsal xərc mərkəzlərinə, qeyri-istehsal yönümlü xərc mərkəzlərinə bölünür. İstehsal yönümlü xərc mərkəzlərində müəssisənin istehsal bölmələri aid edilir və həmin istehsal yönümlü bölmələrdə xərc məqsədlərində məsuliyyət mərkəzlərinin fəaliyyətinə də qiymət vermək mümkündür. Mən ən yaxşısı burada geri qayıdım bu misalımızda nə qədər vaxtımız gedərsə eybi yox, misalların da açıqlamasını vermək istəyirəm. Deməli, burada fərz edək ki, transfer qiymətinə aiddir. Bunun haqqında bayaq danışdım. Deyək ki, mənfəət 2 ay ərzində, müəssisənin mənfəəti 2 ay ərzində 100 ədəd qapını cilalamaq, dolğulamaq, yəni istehsaldan söhbət gedir. Bu da laklamaq imkanına malikdir. Bu güclərdən yalnız daxili sifarişi, yəni müəssisə mənfəətinin birinin sifarişini yerinə yetirməsi üçün istifadə edilir. Və cədvəldə biz bu ikinci cədvəlimizə baxanda bu birinciyə aid olan müstəqil xərclərimizi bir-iki seçmişik. Müstəqil material xərclərini göstəririk. Daimi xərclərimizi göstərmişik. Sex aparatının müəyyən xərcləridir. Damlığın saxlanması, amansiyasına, yəni müəssisənin bütün xərc maddələrini biz burada bu misalımızda göstərmişik. Amma misalımızın birinci hissəsində deyək ki, fərz edək ki, müəssisə 2 sexi var və məsuliyyət mərkəzləri var. 2 müəssisənin ayrı-ayrı bölmələrində. Birisi taxta qapı istehsal edir, digərləri isə qapıları cilalayır. Tutaq ki, bu işlə məşğul olan ön müəssisənin qiymətlərinin səviyyəsi öyrənilir. Standart qapıların ölçüsü 90 sm, hündürlüyü 2 metr 20 sm-dır. Cilalanması da, dolğulanması da müxtəlif qiymətlər arasında da mövcuddur. Biz indi bunu belə göstərmişik, müəssisəni göstərmişik, müəssisələr üzrə orta qiyməti belə göstərmişik və qapıların cilalanması və laklanması üzrə də müəyyən burada qiymətlərimizi də bu cədvəl içində göstəririk. Təhlil hissəsinə baxanda biz orada müxtəlif variantlar mümkündür ki, dəyəri 75 manat həcmində olan işin keyfiyyəti aşağıdır. 87 manat həcmində olanda isə kifayət qədər mənfəət əldə olunması biz bu cədvəllərin içində görürük. Və eyni zamanda bu sonunda belə bir misal idi. Mən istədim bunun açıqlamasını da sizə verəm. Biraz sonda bəzi bağlanmaları olur vaxt məhdudiyyətindən. O yüzden mən istədim
açıqlamasını da belə formada verəm. Sonra məsuliyyət mərkəzlərinin fəaliyyətini təkcə mərkəzlərin nəzarət etdiyi xərclər deyil, eləcə də bütövlükdə müəssisənin daimi xərclərini örtməyə imkan verən mənfəətlər də təmin edilməlidir ki, bunlar da ümumi məsuliyyət mərkəzlərinin fəaliyyət nəticələrində də prinsip olmaqla bunlarda ən çox nəzarət olunan elementlər nə ola bilər? Gəlirlər və xərclər təşkil olunmasıdır. Belə.